Azərbaycanda son 6 ildə kiçik və orta biznes subyektlərinin sayı 74% artıb. Təhlillər göstərir ki, son 7 ildə qeyri-dövlət və qeyri-neft qaz sektorunda çalışanlar üçün tətbiq edilən gəlir vergisi tətili effektiv nəticə verib. Müasir dövrdə sahibkarlıq gələcək şəhərlərin formalaşmasında əsas amillərdən biri hesab olunur. Sahibkarlığın inkişafı güclü iqtisadiyyatı mövzusunda keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd etdi ki, özəl sektora dövlət dəstəyi genişləndiriləcək. Ölkəmizdə özəl sektorda, qeyri-neft sektorunda fəaliyyət göstərən vətəndaşlarımızın, muzlu işçilərin sayı, dövlət, büdcə təşkilatları, bütün dövlət sektorunda, o cümlədən neft-qaz sektorunda istər özəl muzlu işçilərin sayını ötübdür. Bu rəqəm keçən ildən 1 milyondan daha yüksək bir rəqəmdir. Bu nöqteyi nəzərdən məşğulluğun rəsmiləşdirilməsi, sahibkarlıq subyektlərində işləyən insanların sabah təminatlı pensiya gələcək olan insanların sayının sistemə cəlb edilməsi məsələsi demək olar ki, böyük mənada həll edilibdir. Azərbaycanda əmək haqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır. 2030-cu ilədək 30 min işsiz şəxsin özünə məşğulluğunun təşkili təmin ediləcək. Qeyd edək ki, əmək müqavilələrinin 97%-i elektronlaşdırılıb. Əmək bazarının tələbatına uyğun olaraq işsiz şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün Nazirlik tərəfindən 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb edilmişdir. Nazirlik tərəfindən 2.3 milyon şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdur. İndiyədək 112 min nəfər şəxsin özünə məşğulluğa cəlb edilmişdir. 2030-cu ilədək əlavə 30 min işsiz şəxsin özünə məşğulluğunun təşkili təmin ediləcəkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bildiyiniz kimi həm dövlət, həm özəl sektorunda işçilərin əmək hüquqlarının qorunması, onların layiqli iş şəraiti ilə təmin olunması, sağlam və təhlükəsiz iş yerlərinin təmin olunmasına ictimai nəzarəti həyata keçirən bir ictimai təşkilatdır. Hər bir müəssisədə, dövlət və özəl müəssisələrində əməyin və təhlükəsizliyin sağlamlığı üzrə sətan mütəxəssisləri mütləq fəaliyyət göstərməlidir. Və bu istiqamətdə biz sahibkarlarımızı bizimlə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə əməkdaşlığa dəvət edirik. Ölkənin şəhərsalma və tikinti sektoru geniş miqyaslı transformasiya mərhələsindən keçib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev hesab edir ki, gələcək şəhərlərin formalaşmasında əsas amillər sırasında sahibkarlıq və innovasiya ekosistemləri yer alır. Şəhərlər yalnız yaşayış məkanları deyil, həm də iqtisadi inkişafın, innovasiyanın və yaradıcılığın strateji mərkəzlərinə çevrilir. Müasir qlobal trendlərə nəzər saldıqda 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Sürətli urbanizasiya, şəhərlərlə bağlı əhalinin artan tələbatının qarşılanması, iş yerlərinin yaradılması, müasir şəhər xidmətlərinin təmin edilməsi və ekoloji tarazlığın qorunması kimi mürəkkəb çağırışları ön plana çıxarır. Bu şəraitdə gələcəyin şəhərlərinin formalaşmasında əsas amillər sırasında sahibkarlıq və innovasiyalar yer alır. Bugün qeyri-neft vergilərinin 76%-i özəl sektorun payına düşür. Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına görə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5000-dən yuxarı mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri fəaliyyət göstərib. Bu göstərici 2024-cü ilə müqayisədə 6% artım deməkdir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə Qarabağ iqtisadi rayonlarında 526 milyon manata yaxın kredit qoyulub və bu vəsaitlər emal sektorundan tutmuş turizmə qədər geniş fəaliyyət istiqamətlərini əhatə edir. Əminlik ki, demək istərdim ki, yaxın illərdə azad olmuş ərazilər Azərbaycan hissəsinin ən dinamik hissəsinə çevriləcək. Eyni zamanda dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələsinə yüksəldiyini deyə bilərik. Qarşıdakı illərdə əsas fokus daha çox ixrac, rəqəmsallaşma və yeni bazara çıxış üzərində qurulacaqdır. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. 70 minədək KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər ünvanlı dəstək mexanizmlərindən yararlanıb. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOByanın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 6 il ərzində
KOB subyektlərinin sayı 74%-a yaxın artaraq 424 mini keçmişdir. Bu dövrdə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq təqribən 10 milyard manatdan 21 milyard manata çatmışdır. KOB sektorunun məşğulluq göstəricisi də 47% yüksəlmişdir. Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə sıx qarşılıqlı əlaqəli şəkildə onların ehtiyac və inkişaf meyillərini öyrənməklə müəyyən edirik. Sahibkarlar gününə həsr olunan sahibkarlığın inkişafı güclü iqtisadiyyatda mövzusundakı tədbirin sonunda iştirakçılar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.